Namazda səcdələrin sayını unudan adam nə etməlidir? Sual. Namazda səcdələrin sayını unudan adam nə etməlidir? Cavab. Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdır. Unutmamalıdır ki, namazın keyfiyyəti, Allah yanında dəyəri və qəbul olma şərti qəlbin də namazda iştirak etməsinə bağlıdır. Amma bəzi insanlarda diqqətsizlik və huysuzluq xəstəlik halını almışdır və onların səcdələri sayması çətindir. Xüsusilə yaşlı şəxslərdə bu hal daha çox baş verir. Belə olan halda səcdələrin sayını bilmək üçün namazı pozmayan bəzi əlavə köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, dini mağazalarda səcdənin sayını göstərən möhürlər satılır. Həmin möhürün üstünə alın qoyulanda sayğac bunu qeydə alır. Təsbih vasitəsilə də səcdələrin sayını yadda saxlamaq olar. Məsələn, birinci rükətin səcdələrindən sonra təsbihi bir dəfə qatlamaq, ikinci rükətin səcdələrindən sonra daha bir dəfə də qatlamaq və s. Bir daha qeyd edirik ki, bu vasitələr namazın pozulmasına səbəb olmamalıdır. Xüsusilə qiblədən dönməməyə və danışmamağa diqqət yetirmək lazımdır. Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı? Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı? Sual. Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı? Cavab. Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar. Ehtiyac olmadan sadəcə maraq xatirinə gözləri sağa-sola yönəltmək namaza qarşı hörmətsizlik kimidir. Namaz qılan şəxs bacardıqca diqqətini öz ibadətinə yönəltməli və artıq hərəkətlərdən çəkinməlidir. Əlbəttə, zəruriyyət halında, məsələn, hər hansı təhlükəni qiymətləndirmək üçün qiblədən dönmədən kənara baxmaq məkruh sayılmaz. Şeytan namazda. Bəndə namaz qılmaq istədikdə ona vəsvəsə verərəm. Hələ vaxt var, məşğulsan, işini qurtar, sonra qılarsan deyərəm. Namazını gecikdirə bilməsəm, insan şeytanlarından birini yollayıb namazını gecikdirərəm. Onu da edə bilməsəm, o qula namazda müsəllət olaram. Sağa bax, sola bax deyərəm. Baxınca üzünü oxşayar, alnından öpərəm. Sonra da namazın batil oldu deyə vəsvəsə verər, namazdan çıxararam. Sağa sola baxdıra bilməsəm, tək başına namaz qıldığında yanına gedərəm. Namazı tez qılmasını əmr edərəm. Xoruzun yem yediyi kimi namazı tez-tez qılar. Bunu da edə bilməsəm, cəmaatla namaz qılarkən başına bir yem taxaram və başını imamdan əvvəl səzdə və rükuya apararam və namazını batil edərəm. Miskinlərə, yazıqlara gedərəm, namazı buraxmalarına əmr edərəm. Namaz sizə görə deyil, siz ruzunuzə baxın, işinizdə çalışın deyərəm. Xəstələrə gedərəm, xəstəyə çətinlik yoxdur, yaxşı olunca qılarsan deyərəm. Hətta xəstəni üsyan etdirər, küfrə salaram. Namazın faydaları nədir? Namaz gözümüzün nurudur. Namaz qılmaq Allahın hüzurunda tez-tez olmaq, onun qarşısında baş əyməkdir. Rəsul Allah buyurmuşdur:
Gündə 5 dəfə suda çimənin bədənində çirk qalar. Namaz qılan da elədir. Namaz qılanların, Allaha çoxlu ibadət edənlərin mükafatını heç kəs bildirmir. Amma buyurulmuşdur ki, əgər insanlar bunun mükafatını bilsəydilər, nə bahasına olursa olsun namaz qılıb çoxlu ibadət edərlər. Namazın fiziki cəhətdən faydası çoxdur. Namazdakı hərəkətlər yüngül hərəkətlərdir. Ona görə də qəlb yorulmaz. Hər gün fərqli saatlarda qılındığından insan bədəni sakit, dinc olar, rahatlayar. Gündə səzdəyə getdiyimiz zaman dəfələrlə yerə qoyduğumuzdan beyinə qan norması ilə axır və buna görə də beyin hüceyrələri normal bəslənir. Beləliklə, namaz qılan şəxsin beyni daha güclü olur və həmin şəxs daha güclü yaddaşa malik olur. Namaz qılan şəxsin həzmi də hərəkətdə olduğundan düzgün gedir. Namaz qılmaq yuxunu tənzimləyir. Namaz qılarkən daim hərəkətdə olmaq qanı tənzimləyir və ən əsas ümumi faydası namaz qılmaq insanı Allaha daha yaxın edir. Namaz zamanı fikrin dağılmaması və kənar işlərə yönəlməməsi üçün nə etmək məsləhətlidir? Sual: namaz zamanı fikrin dağılmaması və kənar işlərə yönəlməməsi üçün nə etmək məsləhətlidir? Namazda fikrin yayınması günahdırmı? Cavab: bu hər şeydən öncə insanın imanı və psixoloji durumu ilə bağlı bir məsələdir. Çox vaxt hər hansı problemin olması insanın fikrini namazdan yayındırır. Buna görə də hər şeydən öncə həmin problemi aradan qaldırmaq lazımdır. İnsan namazda kimin qarşısında durduğunu anlamalı, Allahın əzəmətini hiss etməli və buna uyğun özünü aparmalıdır. Namazda oxunan sözlərə, xüsusilə Fatihə və Suriyə diqqət etmək, yetirmək, onları tələffüz etdikcə tərcüməsini və mənasını düşünmək faydalıdır. İnsan bütün varlığı ilə özünü Allahın huzurunda durmuş kimi hiss etməlidir. Namazların arasında və namazdan sonra tövsiyə edilən duaların oxunması da insanın namaza rəğbətini artırar. Namazda fikrin yayınması namazın keyfiyyətini və savabını azaltsa da onu batil etmir və günah sayılmır. Bu duaları namazların qunutunda oxuya bilərsiniz. Bu duaları namazların qunutunda oxuya bilərsiniz. Qunutda Quranın bu ayəsini oxumaq Peyğəmbərin sünnəsidir. Rəbbana atina fid dünya həsənətən və fil axirəti həsənətən və qina əzəbannar. Tərcüməsi: ey Rəbbimiz, bizə bu dünyada həsənə, savab və nemət ver. Bizə axirətdə də həsənə ver və bizi cəhənnəm alovundan qoru. Bəqərə 201. Həmçinin bu duanı oxumaq müstəhəbdir. La ilahə illallahul haliyyul kərim. La ilahə illallahul əliyyul əzim. Sübhanallahu Rabbis səmavətis səbi və Rabbil ərzinəs və səbi və ma fihinnə və ma beynəhunnə və Rabbil ərşil əzim. Əlhəmdülillah Rabbil aləmin. Tərcüməsi: həlim və kəramətli Allahdan savayı məbud yoxdur. Uca və əzəmətli Allahdan savayı məbud yoxdur. 7 səmanın və 7 yerin, onların içində və arasında olan hər şeyin Rəbbi, əzəmətli ərşin Rəbbi müqəddəsdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Mərhum Ayətullah-ı Üzma Seyyid Şihabəndin Mərəşi Nəcəfi öz oğluna ünvanladığı vəsiyyətnamədə buyururdu ki, qunut zamanı bu duanı oxumağı tərk etməsin.
Allahümme inni əsəlükə bihaqqi Fatiməti və əbiha və bəliha və bəniha və sirri müstəvədəy fiha ən tüsəlli əla Muhammedin və ali Muhammed və ən təfəllə bima əntə əhləhu və la təfəl bima əna əhləl. Tərcüməsi: Allahım, Fatimənin, onun atasının, ərinin və oğlanlarının onda əmanət qoyulmuş sirrin haqqına səndən istəyirəm ki, Mühəmmədə və ali Mühəmmədə öz salam və salavatını əta edəsən. Mənimlə sənin özünə layiq şəkildə rəftar et. Mənim layiq olduğum şəkildə rəftar etmə. Yəni sən mərhəmətlisən, sən rəhm et. Mən isə günahkaram, məni cəzalandırma. Əlbəttə bu dua Ayətullah Mərəşi Nəcəfidən də əvvəl məşhur idi və oxunurdu. Ayətullah Mərəşi Nəcəfi vəsiyyətnamədə qeyd edir ki, bu duanı atasından və müəllimi Şeyx Məhəmməd Hüseyn Şirazidən, onlar məşhur alim Seyyid Mürtəza Kəşmiridən, o da öz sənət silsiləsi ilə ünlü şiə alimi Seyyid İbn Tavusdan rəvayət edir. Bəzilərinin dediklərinə görə, mərhum Ayətullah Mərəşi Nəcəfi bir neçə dəfə İmam Mehdi əleyhissalam ilə görüşmüşdü. Onun tələbəsi Ayətullah Seyyid Adil Ələvinin sözlərinə əsasən, Ayətullah Mərəşi Nəcəfinin imamla görüşlərinin birində o həzrət bu duanı namazların qunutunda oxumağı ona tövsiyə edibmiş. Mühəmməd Fazıl Məsudi Əl-Əsraül Fatiməyə səhifə 25. Bu duadakı Fatimədə əmanət qoyulmuş sir kəlməsinin hansı mənanı ifadə etdiyi barədə alimlər fərqli fikirlər söyləmişlər. Ən geniş yayılmış nəzəriyyəyə görə burada Həzrəti Fatimənin əleyhissalamın nəslindən olan zühur vaxtına kimi gizli və sirli halda qeyb halında yaşayan 12-ci İmam Həzrəti Mehdi əleyhissalama işarə edilir.